Salam uşaqlar. Deməli bu gün də çevrədən maraqlı bir sual işləyəcəyik. Həm də bu sual Demin sınaq kitabçasının birinci sınağında da var. Deməli, şəkildə verilənlərə əsasən isbat etməliyik ki, demək şəkildə nə verilib ona baxaq. Bir toxunan çəkilib. Aha. Bir çevrə var. Çevrənin də mərkəzi bir O nöqtəsidir. Onu da elə belə yazaq. Bir kəsən verilib, AC kəsəni. B-dən D-yə bir vətər çəkilib. Sonra CD qövsü ilə DY qövsünün dərəcələrinin bərabər olduğunu görürük. Və bunlara əsasən bizdən bu çərçivəyə aldığım düsturun doğru olduğunu isbat etməyimizi istəyir. Əvvəlcə gəlin isbat edəcəyimiz şeyi biraz sadələşdirək. Görək biz hələ nəyi isbat etmək istəyirmişik. Məsələn, BAC bucağıdır. BAC bucağına bir dənə X deyim. Bu bucaq bir X olsun. Sonra nə deyir? AKD bucağı. AKD bucağına da bir dənə Y deyim. Demək, biz isbat etmək istədiyimiz şey X bərabərdir 2Y çıxılsın 180 dərəcə. Biz bunu isbat etmək istəyirik. Ya da 180 dərəcəni sol tərəfə keçirdib X-də sağ tərəfə keçirsək 2Y çıx X-in bərabər 180 dərəcə olduğunu ispat etmək istəyirik. Demək, bizim ispat etmək istədiyimiz şey 2Y çıxılsın X bərabər 180 dərəcədir. Bunu göstərməliyik. İspat edəcəyimiz şeyi dəqiqləşdirdiksə, yəni ispat edəcəyimiz şey budur. İndi keçək şəklin üzərinə. Şəkildə CD və DY qövslərinin bərabər olduğunu görürəm axı. Mən onlara bir dənə alfa deyim. Hər ikisinə alfa deyim. BS qövsünə bir dənə beta deyim. BY qövsünə də bir dənə qamma deyim. İndi mən bilirəm ki, çevrənin ətrafındakı bütün qövsləri topladıqda 360 dərəcə alınmalıdır. Onu da bir kənarda yuxarıda qeyd edək. Yəni 2 alfa üstə gəlsin beta, üstə gəlsin qamma. Bu da bizə 360 dərəcəni verməlidir. Bunu da bir kənarda qeyd edək qalsın. Bu da qalsın bir kənarda. İndi isə çevrədə bucaq münasibətlərində bildiyimiz qaydaları yerinə yetirək. Məsəl üçün Y bucağını görürük. Biz bilirik ki, Y bucağı A qövsü ilə B qövsünün cəminin yarısına bərabərdir. O zaman Y bərabərdir alfa toplansın beta bölünsün 2. Amma bizdə isbatda nə soruşurdu? İsbatda bizdən 2Y-in vəziyyətini soruşurdu. O zaman bunun hər tərəfini 2-yə vururam. 2Y bərabər alfa toplansın beta. Bunu yaddaşda saxlayaq. İndi X üçün baxıram. Mən bilirəm ki, X, yəni biz bilirik ki, X qarşıdakı qövsdən, yəni uzaqdakı qövsdən yaxındakı qövsə çıxıb yarı bölərkən alınacaq. Yəni X bərabər olmalıdır. Beta çıxılsın qamma bölünsün yarı. Bunu hər tərəfini 2-yə vurmaq lazımdırmı? Xeyr, çünki bizdə elə X-i soruşurdu. Davam edək. İndi biz baxırıq ki, bizdən isbatda bu 2Y-dən X-in fərqi soruşulur. Tamam. Və biz onların fərqini taparkən cavabı 180 alsaq, deməli biz ilk verilən ifadəni isbat etmiş olacaq deməkdir. Bunları alt-alta çıxaq. Yəni 2Y çıxılsın X bərabərdir. Alfa toplansın betadan da çıxaq. 2-də beta çıxılsın qammanı. Bu da bərabərdir. Ortaq məxrəc 2-ni götürərəm. Ortaq məxrəc 2. 2 alfa toplansın 2 beta çıxılsın beta. 2 dənə mənfi birləşib müsbət olsa toplansın qamma. O da bərabərdir 2 alfa toplansın beta toplansın qamma bölünsün 2. Diqqətlə baxaq. Şərtdə biz ilk 2 alfa toplansın beta toplansın qammanın 360 dərəcə olduğunu qeyd etdik axı. O zaman 2 alfa toplansın beta toplansın qamma 360 dərəcədirsə 360 dərəcə bölünsün 2. O da bərabər eləyəcək 180 dərəcəyə.
Demək biz 2y çıx x-in 180 dərəcə olduğunu isbat etdik. 2y çıxılsın x bərabər 180 dərəcədirsə, bununla da verilən ifadəni isbat etmiş oluruq. Növbəti videolarda daha maraqlı isbatlar gələcək. İzləmədə qalın. Sağ olun.